Herkese salam. Uzun bir müddətdir ki görüşmürdük, amma bundan sonra çox görüşəcəyik. Bugün axşam saat 8-ə işləyib, 5-ci gündür. Aynı tarix 11 apreldir. Biz hazırlaşırıq Mingəçevirə getməyə. Mingəçevirdə toyumuz var. Sabah toyumuzdur. Bazar günü isə Mingəçeviri qəşəng səhər yeməyi, günorta yeməyi, gəzməyi falan edib sonra təzədən qayıdacağıq Bakıya. Çünki birinci gün iş var. Mingəçevirdən hamıya salam. Hal-hazırda evdə təkəm, çünki toy olduğuna görə hər kəs qaçı-qaçdadır, salona gedənlər gedir falan. Mən özüm makyaj eləyəcəm deyə, sadəcə salonda ukladka eləyəcəm deyə dedim. Mən qala bilərəm evdə, siz gedin və dedim ki, videonu da açım. Mənim həqiqətən bu YouTube videolarını bir dəfə normal makyajdı və yaxud da açıq düz formada açdığım olmayıb da. Bundan əvvəlki kadrda da görmüsünüz yəqin. Buradan saçımı yığmışam, belə durur. Nəysə, bunlara önəm vermirik. Əsas ötürdüyümüz enerjidir. Düşünürəm ki, yaxşı enerji ötürürəm. Bugün nə edəcəyik? İndi mən birazdan salona gedəcəm, saçımı ukladka eləyəcəm. Bugün də böyle bir model yaptık. Biz okula geç kalıyoruz arkadaşlar. Okula geç kalıyorsak biz geç kalacağız. Kızla geç kalacak. Okula geç kaldı kızım. Biz geç kalacağız. Okula geç kalacağız. Toydan kadınlar çok geç olacaq. Gözləyin. Keçid elədik gözəllik salonuna. Artıq gözəllik salondayıq və gəlinimiz görməmişdiniz. Salon denə izləyicilərimiz. Kanala abunə olmağı və like etməyi unutmayın. Xüsusi olaraq hazırlaşılan bu tədbirə. Vizajistim Ayən xanım altdan Instagram səhifəsini qeyd edəcək. Burada görürsünüz. Buradan qeyd Burada edəcək. görürsünüz. Girib baxa bilərsiniz səhifəsinə. Cinlərimin xoşbəxt olsun. Sizə belə. Çox gözəlsiz. Nəzrin çox gözəl olub. Biz hazırıq. Bu qədər. İndi gedirik oteldə çəkilişə. Oradan da kadrlar olacaq. Bye. Nənə bizdə o qalmışdı ki, toy paltarı ilə bankdan pul çıxar. Kiroteldəyik, çəkilişdəyik. Artıq hamısı hazırıq. Bu təqdim elə. Saadət Tuliyeva, 22. Saadət xanım mənim 9-cu sinifdən bəri. Çox belə şey. SSK benim arkadaşım. Hə. Həm də bəyin bacısıdır. Bəli. Real. Yalan. Deməli, əgər gəlinimiz gözəldirsə, like atmağı unutmayın. Bu da mən. Bu da mən. Baxın bir dənə mən şəkillərə. Saniye kötüsün. Bu da bəyimizdir. Bu da kötü. Çok kötü. Biraz gülümseyin. Eğilmeyin. Əsasları. Telefonum. Haydi. Haydi. Vlog çəkiyoruz. Bəli, gözləyirik oğlan evini. Heyecanlı anlar. Soruş kamerasının nə vaxtları gəlir? Evet arkadaşlar. Gəldi. Sosyal. Həmin o. Stres. Təzgin qalxdı, fırladı. Emil bəy. Əsas bu kameraya baxın. Bura YouTube vlogudur.
Ketoy vlogunun Like atmayı və Sonu. subscribe olmağı unutmuruq. bye. Toydan sonra Koca starting ya. Arkadan da starting alacağım. Fatma çık var buradan. toyun səhərsi günündən salamlar. İndi biz gedirik restorana, Kür sahilindəki restorana. Salam dostlar. Çaldı yorulcunum. Zaten toydan sonra gəzbə və bugün gedirik. Yenə biz dostlar. Yenə biz saat 5-ə Əvvəlki vloqumuzu da izləyə bilərsiniz. Orada da qaçırdım. Siz burada izləyə bilərsiniz. Yenə biz harasa çatmaya çalışırıq. Neçə nəfərsən? 3 nəfər. Balıq verilir düzdür. Deməli, Səmən restoranındayıq. Kür sahilində yerləşir və gözləyirik ki, stol təmizləsinlər, biz də gedək. Menyudan balıq seçirik. Balıq növlərini bilmədən, heç bir şey bilmədən onu gözdən gelirik ki, Aygün xalaya ki, bizə hansı balığı yeyə bilərik, onu desinlər. Səmən restoranındayıq. Birazdan balıqlarımız da gələcək. Qutablar çox qəşəng görünür. Yağın görürsüz də yəqin. Bu da bizim gözəl mənzərəmiz. Balıqlarımız da gəldi. İndi tadım testi edib sizə deyəcəm. Dostlar, indi tadım test edirik. Bu Nigərin yediyi balıq sudaq balığıdır. Yəni burada balıqları həqiqətən özləri tuturlar və elə servis edirlər. İndi Nigər batırdı və necədir Nigər? Necədir Nigər? Dadlıdır. Bəyəndi. Bəyəndim. Ay, iki dənəcək. İçeri girərkən diqqət et. Bax qapıda yazıyor 10 numara. Deməli, gəlmişik Kürün qırağına. Mən nəzindən soruşuram, deyirəm buranın adı nədir? Bəlkə parkın bir adı var, amma deyir ki, Kürün qırağı da elə adı. Yəni məlumatın dəqiqliyinə o qədər də şey eləməyin, amma görüntü belədir. Yəni biz bayaqlar oradaydıq, indi gəlmişik belə parkdır. Maraş dondurması da almışıq, qəşəng. Və Kürün qırağı ilə gedərək yeyirik. Musiqi beləyəm bax. Ki dur qızım oynadım da. Çox bilmirlər. Mən toylarda olmuşam, indi gedib gəlirəm də toylara. Allah akbar, normal Bakıda adi yerdə də olmuşam, çox yaxşı yerdə də olmuşam. Amma Allah haqqı heç hardan mən görməmişəm ki, toy kəssinlər, mahnını kəsilmir. Mahnı özü gedir, heç kim uca çağırmırlar. Ana ata danışır, fizyo hamı girir oynamağa. Gəlin səbəbini deyim. Ortada transition yoxdur mahnılar. Bəli. Mahnılarda heç yox, mahnı dayanır başqa mahnı. Mən deyirəm ki, qardaş, bax mənim bacımın toyudur, bacım mənə tapşırıb. Deyir ki, heç kimə söz verilməsin. Xahiş edirəm, vermə heç kimə söz. Deyir axı belə deyil. Deyirəm burada mənim bacımın toyudur, mən deyirəm, fizyo. Kimsə də dediyini deyin ki, bacısıdır, belə dedi. Gəlib mənə deyəcəklər sözü. Hə. Əsəbləşirəm. Bir yanında durmuşam belə deyirəm. Qardaş, mən burada bu mahnını yazıram. Göstərə bax. Bəli, Ophelia xala. Bəli. Buyurun. Və bu da bu dəfəki vlogumuzun sonu. Artıq Bakıya yola düşürük və demək istəyirsən necə keçdi? Mənə görə çox qəşəng keçdi bu 2 gün. Çox əyləndik, təməl oldu. Sonraki vloglarda görüşmək üzrə.
Bayki, bayki, Allah keçdi, bayki, bayki, bayki.